Deyir, bir gün bir padişah məmləkəti gəzmək üçün vəzir vəkilini də götürür, bir neçə adamların çıxır məmləkəti gəzməyə. Bunlar gəlirlər, gözəl bir görürlər, nar bağı var. Bu nar bağının yanında dincəlmək qərarına gəlirlər. Padişah görür ki, nar bağında bir qoca kişi işləyir. Bunu çağırır yanına, deyir, ey qoca, bu nar bağı kimindir? Deyir, mənimdir. Babamdan miras qalıb. Deyir, sənin nəyin var uşaqdan, evladdan? Deyir, mənim heç bir evladım yoxdur. Allah Teala mənə evlad verməyib. Elə bircə qarımdır, bir də özümə. Ailəmiz 2 nəfərdən ibarətdir. Deyir, onda qoca, ged bu narlardan sıxqıyla gətir görək sənin narın dadı necədir. Ondan içək. Qoca gedir, evdən təmiz bir tas götürür, ağacdan təzə narlardan dərir, bunların suyunu sıxır, narın şirəsini gətirir bunlara. Padişaha nar şirəsindən verir, padişah içir, çox xoşuna gəlir, bəyənir narın şirəsinin dadın. Bu kətçi bunların yanındakı padişahın adamlarının hamısına bu nar şirəsindən verir. Bunlar hamısı içirlər, xoşlarına gəlir. Beləliklə bunlar bu qoca ilə vidalaşıb yollarını davam edirlər. Yolda şeytan padişahı yoldan çıxarır. Deyir ki, o ixtiyar bir qocadır. O bağları neyinə lazımdır? Sən bağı tut onun əlindən al günə. Gözəl nar bağıdır. Al onun əlindən. Bunların dadı da gözəldir. Amma padişahın vicdanı da padişaha deyir ki, sən bu boyda cahanın padişahısan, sənə yaraşmaz o qocaların əlindən tutub o narbağın alasan. Amma narın şirəsi də, dadı da padişahın nəfsin qıcıqlandırır ki, yox, sən o narbağın ondan almalısan. Beləliklə padişah fırlanıb gəzirlər, bu fikir ancaq bunun başından çıxmır. Qaydanda, axşamüstü qaydanda yenə həmin nar bağının yanında dayanırlar. Padişah göndərir, qocanı çağırtdırıb gətirir yanına. Qocaya deyir ki, qoca, sən ged o narlarından yenə yığ, şirəsini çıxart, gətir ver bizə içək. Sənin narın çox gözəl dadı var. Amma sənə bir təklifim də var ki, bu nar bağçasını sən sat mənə. Sən onsuz da oğlun qızın da yoxdur, bir gün səhər ölüb çıxıb gedəcəksən, bu nar bağına kim baxacaq? Mən bunu səndən elə belə də ala bilərəm, amma istəmirəm. Halallıq üçün sənə altın, 5-6 altın verərəm, sən gedib firavan yaşayarsan. Bu söz qocaya çox pis təsir edir. Deyir, padişah sağ olsun, sən bu boyda cahanın padişahısan, hər şey sənin əlindədir. Amma biz qarı qocayıq, mənim bundan başqa heç bir əmlakım yoxdur. Mən uşaqlıqdan bütün ömrümü bu bağa həsil eləmişəm. Onları suvarmışam, becərmişəm. Sən bunu bizim əlimizdən alandan sonra artıq bizim yaşamaq nəyimizə lazımdır ki? Nəsə deyir ki, get sən nar suyundan sıx gətir, gətirənə kimi fikirləşib bu haqda. Qoca gedir,
könülsüz halda bunlardan yığır, yenə bir tas nar şirəsi sıxıb gətirir bunlara. Padişah narın şirəsindən içir, deyir, qoca, bunlar səhərki narın dadını vermir. Həmin nardan deyil bu. Deyir, padişah sağ olsun, nar elə həmin nardır, həmin ağacdan dərib sıxmışam. Amma sənin qəlbin əvvəlki qəlb deyil. Narın dadında heç bir dəyişiklik yoxdur. İndi, qardaşlar, bu hikmətli hekayədə çoxlu çıxarmalı nəticələr var. Hərə öz qəlbinə, düşüncəsinə görə öz nəticəsini çıxarsın. Diqqətinizə görə çox sağ olun, minnətdaram.